göstərir. Sistem olaraq o Aha. Qüvvə. Qüvvə. Bəli. Qüvvə ilə qarşılıqlı əlaqədar olan hərəkət qabiliyyətlər hansılardır? Qüvvə ilə qarşılıqlı olan hərəkət qabiliyyətlər, qüvvə ilə sürət güc. Sürət gücdür. Bəli. Hərəkətlərin icra texnikası hansı hərəkət qabiliyyətin komponentidir? Hərəkətlərin icra texnikası, komponenti təzahür amili. Hərəkətlərin icra idi, o çeviklik idi də. Hərəkətlərin icra texnikası nə olacaqdı? Hə, icra texnikası. Sürət. Qüvvə. Sürət və sürət güc. Hə, sürət. Aha, sürət və sürət gücdür. Aha, sürət gücün komponentlərini bir də görüm. Ay, mən bir özəgəsiz bir özəgəs. Bütün beynim dolaşdı. Sürət gücün komponentləri sürət və qüvvə. Aha, sonra əzələlərin koordinasiyası hansı hərəkət qabiliyyətdir? Əzələlərin koordinasiyası. Koordinasiya bəqdir. Aha, əzələlərin koordinasiyası nə olacaqdı? Bəq. Əzələlər da Bəli. bəq idi. Yaxşı, ətraf mühitin temperaturu? Bəq. Qəşəng, ətraf mühitində temperaturu bəq olacaqdı. Bəqlə qarşılıqlı əlaqədar olan hərəkət qabiliyyətlər hansılardır? Bəqlə qarşılıqlı olan hərəkət qabiliyyətlər bir dəqiqə deyəcəm. Hansı idi? Bəqlə qarşılıqlı əlaqədar olan hərəkət qabiliyyətlər hansılar idi? Bir dənə idi, yoxsa 3 dənə idi. Hansı idi? Mən nə bilmirəm. Bəqlə qarşılıqlı əlaqədar olan hərəkət qabiliyyətlər. Çeviklik ilə nə? Çevikliklə sürət. Dözümlük. Çevikliklə dözümlükdür müəllim. Çevikliklə dözümlük. Əzələrin reaktivli və elastik xüsusiyyəti hansı hərəkət qabiliyyətdir? Reaktivliyi Hə. o Əzələrin reaktiv və elastik xüsusiyyəti. Sürət. Sadəcə reaktiv və elastikliyi desə? Sadəcə reaktivliyi, elastikliyi məncə sürət gücdür, xüsusiyyəti qüvvədir. Aha, xüsusiyyəti isə qüvvə idi. Sonra, bəs belə bir sual versə bizə sinir impulslarının tezliyi və gücü? Sinir impulsları o sürət gücü. Qəşəng, sinir impulslarının tezliyi və gücü nədir? Yox. Qüvvə day müəllim. Sinir impulslarının tezliyi və gücü anam qüvvədir. Maddələr mübadiləsi enerji mənbələri nədir? Maddələr mübadiləsi enerji mənbələri. Enerji mənbələri bu qüvvədir məncə. Aha, maddələr mübadiləsi enerji mənbələri qüvvədir. Sonra, sürət və elastiklik hamının karaqdır. Sürət və elastiklik, sürət varsa sürət gücdür. Yox. Sürət və elastiklik bayaq da qeyd elədim ki, bunu digər hərəkət qabiliyyətlərinin əlaqəsi olaraq yadında saxla. Çeviklik. Hə, çeviklik. Bəli, çeviklikdir. Anaerob imkanlar yaş faktoru. Yaş faktoru qüvvədə idi. Aha, anaerob imkanlar yaş faktoru dözümlük. Dözümlükdür. İdmançının güc və sürət imkanları. O çeviklikdir. Aha, yox. Güc və sürət imkanları dözümlükdür ay müəllim.